Asan Xidmət və İdeya İctimai Birliyinin təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Asan Məktub yaz düşərgəsi 2 layihəsi baş tutub. Layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşıb. Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8-14 yaş aralığında 50 uşaq cəlb olunub. Düşərgənin əsas məqsədi uşaqların sosial və yaradıcılıq potensialının inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilini təmin etməkdir. 4 gün davam edən bu düşərgə çərçivəsində uşaqlar üçün fərqli təlimlər, ustad dərsləri, nağıl ustad dərsi, praktiki oyunlar, intellektual oyunlar həyata keçirildi. Fəaliyyətlərimizin əsas istiqaməti ekoloji sahəsinə fokuslanmışdır və iştirakçıların ekoloji sahəsində maarifləndirilməsi aparılmışdır. Çox maraqlı oldu və düşünürəm ki, belə tədbirləri davamlı şəkildə keçirilməsi olduqca vacibdir və bu bizə imkan verəcək ki, bu balalarımızın necə gələcək inkişafına, öz inkişafına kifayət qədər töhfə versin. Uşaqlara kitablar, məktəb ləvazimatları, məktəb formaları və digər hədiyyələr də təqdim olunub. Düşərgə iştirakçıları təəssüratlarını Asan TV ilə bölüşüblər. Təlimlərdə iştirak elədik, qəşəng maraqlı şeylər öyrəndik. Məktub yazmışdıq, hədiyyələrimiz də gəldi və çox sevinirəm. Düşərgələr çox qəşəng keçdi. Burada nə qədər dostlar tapdıq, öyrəndik, oynadıq. Hətta biz Asan məktubda yazmışdıq. İstədiklərimiz əşyaları hamısını gətiriblər. Çox maraqlı keçdi. Elə bir sanki 4 gün yox, bir 10 gün belə qaldıq da, elə bir ki. Və mənim çox xoşuma gəldi. Xatırladaq ki, fəaliyyətə başladığı gündən Asan Məktub 10.700-dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3-14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir. YouTube kanalımıza abunə olun.